Yay mövsümünün gəlişi və havaların isinməsi daşına bilən evlərə tələbatı artırıb. Ölkəmizdə də mobil mənzillərin həm bir dəfəlik satışı, həm də kirayəsi həyata keçirilir. 9 ildir ki, bu işlə məşğul olan Qulam Kərimovun sözlərinə görə bu evlərin hazırlama müddəti o qədər də uzun çəkmir. Bəzən 20-25 günə də mobil evlər tikilir. Sifarişlərin ölçüləri müştərinin istəyi və zövqü nəzərə alınaraq 12-120 kvadrat metr arası dəyişir. 1 kvadrat metrəsi 400-450 manat civarında dəyişir. Müştəri istəyinə görə ölçülərdə fərqlər eləmək olur. Daxili və fasad hissəsində müştəri istəklərindən dəyişikliklər etmək mümkündür. Bu evlərdə yəni daş yununla izolyasiya olduğuna görə, isti döşəməsi olduğuna görə, yəni qış aylarında tam normal şəraitdə işlətmək mümkündür. Hal-hazırda bizim gördüyünüz işlərimiz 1 mərtəbəli, 2 mərtəbəli evlərdir. Bu evlər panorama formasında, ön tərəfində panoraması da olur. Otaq sayları 1 otaqlı, yəni 4 otağa qədər, yəni otaq sayları dəyişilə bilir. İçərisində hamam sanitar qovşağı olur, studiya, mətbəx yerləri var. Gündəlik kirayə verilməsi, yəni müştərilər tərəfindən hal-hazırda olur. Gündəlik kirayə, yəni 50 manatdan başlamış 200-250 manata kimi dəyişir. Bu prosesdə əsas diqqət edilməli məqamlardan biri də evin tikilişi zamanı istifadə edilən materialların keyfiyyətidir. Bu da müştərilərin ən çox fikir verdikləri nüanslardan biridir. Mən bu evləri sosial şəbəkədə gördüm. Yəni bununla maraqlandım. Tikilən materiallar məni əl verir, vaxtı da əl verir, tikilmə vaxtı da əl verir. Yəni 2 sotu, 3 sot torpağın üzərində bunu mən düzəltsəm, qabağında baseyn, nəvələrimlə beraber burada istirahət eləməyə çox maraqlıdır bir şeydir. Bəs görəsən daşına bilən evlərə tələbatın artması daşınmaz əmlak bazarına necə təsir edir? Bu kimi tikililər daha çox paytaxtdan kənar və regionlarda olduğundan, xüsusən də paytaxtın mənzil bazarına, daşınmaz əmlak bazarına konkret bilavasitə güclü təsir göstərmir. Yəni qiymətlərin aşağı salınması baxımından nəzərə alsaq, xeyr, bu qiymətləri hər hansı bir, yəni belə deyək də, kəskin fərq yaratmır. İnsanlar hələ də düzü yəni üstünlük verirlər daş tikililərə. Çünki daş tikililər daha etibarlıdır və daş tikililərin çıxarışla təminatı həyata keçirilir. Bu tip tikililərə üstünlük verən şəxslərin bir qismi daşınmaz əmlak almaq üçün kifayət qədər büdcəsi olmayanlardır. Nəzərə alaq ki, kirayə qiymətləri artan dinamika ilə yüksəlir, bu da mobil evlərə üstünlük verənlərin sayını çoxaldır. Asəf Zeynallı, Emin Tağıyev, Səbuy Sadiq, Telesəhər.